Uşağın böyüməsində, uşağın tərbiyəsində, uşağın problemlərinin həllində daim anadır qəhrəman. Elə xanımlara rast gəlmişəm ki, o xanımlar çox uğurludur, hər kəsə pozitiv, sevgi ilə dolu. Onları da araşdırandan sonra anlamışam ki, onlar da mən atama aşiq olduğum kimi onlar da öz atalarına aşiqdir. Bəzən atalar var ki, qız övladları ilə o ünsiyyət deyilir. Ata ilə övladın bir bağlılığı, bir emosional bağlılıq olur və bu çox zəif olur. Hətta bəzi ailələr var ki, orada qız övladları sevilmir. Xanımın qolları yox. Dünyaya gəlib ancaq ayaqları ilə. Və bu günləri o çox rütbəli bir vəzifədədir və həm də öz ayaqları ilə işləməyə öyrənib. Hər bir kəsi salamlayıram. Bu gün mənim həmsöhbətim Lalə xanımdır. Lalə xanım həm mentordur, həm yaşam koçudur. Eyni zamanda biznes necə idi sizcə? Sənətşünas. Sənətşünas. Aha. Biz Lalə xanımla qız övladlarının ata ilə münasibətindən danışacağıq. Çünki Lalə xanım məni ilə bu mövzunu müzakirə etmək istədi. Çox gözəl bir mövzuya toxunmusunuz Lalə xanım. Çünki böyüyəndə daim eşitdiyimiz söz ondan ibarət olub ki, bəzilərimizdə, əlbəttə hamıya şamil olunmur, qız uşaqlarını ana tərbiyə edər. Amma qız nə qədər də, istəyir qız, istəyir oğlan fərqi yoxdur. Uşaq nə qədər də ana ilə vaxt keçirərsə, amma biz o sağlam cəmiyyətə, ata ilə keçirilən vaxtı, yetişdirilən uşağı o zaman böyüdə bilərik. Çünki mən bunu bir dəfə səsləndirmişdim, hətta dedilər düzgün bir ifadə deyil, amma ata ilə qız arasında o düzgün münasibət qurularsa, nə qədər travmalar yaşayaqsa, davranış pozuntusuna, psixoloji pozuntulara gətirib çıxarmırıq. Çox əfsuslar olsun ki, bunu belə necə ifadə etsəm, bilmirəm necə düzgün səslənər. Bizdə Azərbaycanda atalar sanki pul qazandıran tərəfdilər. Uşağın böyüməsində, uşağın tərbiyəsində, uşağın problemlərinin həllində daim anadır qəhrəman. Siz necə düşünürsünüz Lalə xanım? Öncə təşəkkür edirəm ki, məni dəvət etmisiniz. Bu mövzu mənə çox yaxın olan bir mövzudur. Çünki məni sevən ata tərəfindən böyüdülmüşəm. Və böyüyə-böyüyə elə bilmişəm ki, hər bir ailədə mənim atam kimi atalar var. Amma illər keçdikcə, indi də yaşam koçu olaraq, yəni çox xanımlarla ünsiyyət qurulandan sonra anlayıram ki, onların bu günləri psixoloq yanına getməsi, hətta psixiatr yanına getməsi, bütün o yəni ki, travmaları hamısı əslində vaxtında atalardan gələn diqqət, sevgi, qayğı olmadıqları üçündür və bir də bunun əksini deyim ki, və bir də elə xanımlara rast gəlmişəm ki, o xanımlar çox uğurludur, hər kəsə pozitiv, sevgi ilə dolu. Onları da araşdırandan sonra anlamışam ki, onlar da mən atama aşiq olduğum kimi onlar da öz atalarına aşiqdirlər. Çünki ataları onlara hətta qısa ömrü olan atalar olub. Məsələn, 6 yaşına qədər qızının yanında olub. 3-4 yaşına qədər olub. Yəni hətta o qızlar belə bu günləri uğurludular və güclü, iradəli, əzmli, ailələrinə sədaqətli xanımlardılar, bəli. Və uşaqları ilə də çox belə necə səbirli və onları inkişaf elətdirməyə meyillidirlər. Mən istəyirəm biraz tarixə müraciət eləyəm. Mən biraz araşdırdım bu haqda, bura gələndə düşündüm ki, bunu da vurğulayım. Bizim tanıdığımız tarixi xanımlar, Xurşudbani Natəvan məsələn, onun atası onu çox yetişdirib və müəllim yanına qoyub, təlim, ədəbiyyat və hər bir sahədə onu yetişdirib və azad fikirli böyüdüb onu. Ona görə də bu günləri onun adı, yəni bizim tariximizdədir. Mən Nigar Rəfibəyli haqqında danışmaq istəyirəm. Nigar Rəfibəylinin də atası ona çox diqqət eləyib, ona o imkanı verib, ona görə o poeziyada, yəni irəlidə gedir. Bundan əlavə Hüzeyr Hacıbəyovun qızı Şövkət Hacıbəyli haqqında danışa bilərəm ki, o xanımı da o musiqiyə, çünki o vaxt o dövrdə qadını musiqi ilə yəni yaxın buraxmırdılar, amma o öz qızına Şövkət Hacıbəyliyə o imkanı yaradıb. Bundan əlavə Sara Xatun haqqında danışa bilərəm ki, onun da atası Ağqoyunlu dövründə onu idarəçiliyə, yəni onu sarayında yetişdirib və idarəçilik mövzularında onu otuzdurub iştirak elətdirib ki, gələcəkdə o da belə tanınmış bir xanımdır ki, hansı ki biz fəxr edirik Azərbaycan xanımları olaraq. Və mən düşünürəm ki, bu günləri, yəni hətta Mehriban Əliyev haqqında da onu deyə bilərəm ki, mən inanıram ki, onun atası onu sevib və bu günləri o öz sözünü deyən bizim yəni birinci xanımımızdır. Eləcə də mən, məsələn, mənim atam da, mən
bunu deyə bilərəm ki, bizə həmişə azadlıq verib. Bundan əlavə qız uşağı dünyaya gələndə atalar ananın boynuna qoyurlar. Gecələr uşaq səhərə qədər yatmır. Uşağını geyindirmək, uşağı harasa aparmaq, yəni hamısı ananın üzərindədir. Amma bizim ailədə bu belə olmayıb və həmin o ailələrdə də fikir vermişəm ki, eyni addımlar atılıb. Gecə yatmayanda atam anamla növbələşiblər bizi qucaqlarında səhərə qədər saxlamağa. Yəni yedirtmək lazımdırsa yedirtməyə, əynimizi geyindirmək lazımdırsa geyindirməyə. Yəni ananın birbaşa iştirak elədiyi, qız uşağına qayğı göstərdiyi hər bir məqamda mənim atam məsələn iştirak edib. Bunları istəyirdim vurğulayam çünki başqa yəni xanımlarla da ünsiyyətdə olanda bunu görmüşəm. Yəni istədim bunu deyəm. Məsələn, Lalə xanım, bəzən atalar var ki, qız övladları ilə o ünsiyyət deyilir. Ata ilə övladın bir bağlılığı, bir emosional bağlılıq olur və bu çox zəif olur. Hətta bəzi ailələr var ki, orada qız övladları sevilmir. Bu qızların biz görmüşük həyatda sevgisizlikdir, özgüvən hissinin əksikliyidir. Sonra həyatda hansısa bir problemi yaşayanda hətta Allah göstərməsin sui-qəsdlərə qədər gətirib çıxarır. Bəs ata ilə qızın arasındakı o emosional bağlılıq sizcə necə olmalıdır? Emosional bağlılıq, yəni ki, ata birincisi gedib gəlib əvvəl öz yəni qızının həmişə gözəl olduğunu və onun yəni sözlərlə belə bəli, dəyərli olduğunu, hətta gözəl olduğunu da. Yəni elə qız uşaqlar var ki, bəlkə dünyaya gəlir, hər kəs gözəl gəlmir də, yəni insanların baxış açısı ilə. Ola bilsin ki, nəsə bir məsələn dünənləri bunu istəyirəm sizə deyəm, bir xanımı izlədim sosial şəbəkədə. Xanımın qolları yoxdur. Dünyaya gəlib ancaq ayaqları ilə. Və bu günləri o çox rütbəli bir vəzifədədir və həm də öz ayaqları ilə işləməyə öyrənib. Bu nə deməkdir? Yəni qolları olmayan, bəli, qolları olmayan bir uşağa da ata deyəndə ki, sən mənim gözəlimsən, sən hər şeyi bacaracaqsan, səndə hər şey alınacaq, sən ən yaxşısısan mənim üçün. O qız uşağını doğrudan da özgüvənli böyüdür. Yəni ki, artıq belə bir qızı gələcəkdə heç kim yəni ki, geriyə ata bilməz, heç kim onu təhqir edə bilməz. Çünki o özünə inanır. Çünki o atasının gözəlidir. Hətta mən sizə deyirəm ki, biz 2 qızıq bir ailədə, yəni mənim qardaşım olmayıb. 2 qız mənim atam necə edibsə, biz 2 qız ikimiz də eyni dərəcədə o qayğını almışıq. Yəni ancaq birinə verməyib. Bəzən uşaqların arasında ayrı seçkilik edənlər də olur. Yaxşı oxuyan uşaqlara, yaxşı istedadlı uşaqlara daha çox diqqət edir ata, amma istedadı olmayana, biraz özünə şıltaq adamı, bəli, onu qoyur, o danlanır, bu təriflənir. Məsələn, o da düzgün deyil. Mən həmişə düşünürəm ki, bir qız uşağı üçün ata ən birinci böyük qəhrəmandır. Və bu qəhrəman rolunu düzgün oynayarsa və o həyatda sevgini başqalarda axtarmayacaq, səhv addımlar atmayacaq, ayaqları üstündə dimdik duracaq. Hər hansı bir mübarizədə qalib kimi çıxacaq. Çünki mən həmişə deyirəm, hətta keçən dəfə çıxışların birində bunu qeyd etmişdim ki, nə qədər anamızla vaxt keçirsək də, nə qədər ananın məsuliyyəti üzərimizdə olsa da, ata ilə keçirdiyimiz zamanda biz daha çox emosional hissləri özümüzə götürürük və emosional bağlılığımız daha möhkəm olur. Baxmayaraq ki, yenə də deyirəm, analarımızın qarşısında baş əyirik, əziyyətləri danılmazdır, amma ataların övladlarına verdiyi o emosional bağlılıq daha möhkəmdir. Və mən həmişə deyirəm, hansı uşaqlar davranış pozuntusuna məruz qalırlar? Ailələrdə sevilməyən, dəyərsizlik hissi ilə böyüyən uşaqlar. Və mən hər zaman valideynlərə deyirəm, kimliyindən asılı olmayaraq, hansı səviyyədə olmağından asılı olmayaraq övladlarınızı sevin. Çünki uşaqlar əgər dəyərsizsən, sən mənə lazımsan hissi ilə böyüdükdə cəmiyyətə yararsız, özgüvənsiz bir uşaq böyütmüş oluruq. Və hər bir uşaq bizim gələcəyimiz olduğu üçün onlar bizi gələcəkdə, biz bilmirik ki, o uşaq sabah böyüyüb hansı bir peşənin sahibi olacaq. Bəlkə hansısa bir sahədə ən gözəl peşənin mühəndisi olacaq, prezident olacaq və yaxud da ki, neftçi olacaq. Amma biz o güvənsizlik hissini onu ötürəndə, o bilməyəcək hansı peşəni seçsin, hansı peşəyə sahib olsun. Və mən həmişə deyirəm, bir uşağın böyüməsində ailənin çox böyük rolu var.
Burada ata-ana münasibətidir, evdəki atanın mövqeyidir, ananın mövqeyidir, valideynlərin bir-biri ilə münasibətidir, oradakı uşaqlar arasında qoyulan ayrı seçkilərdir. Məsələn, davranış pozuntusu xoşbəxt uşaqlığı olmayan uşaqlar daha çox məruz qalır. Çünki onlar həyatın çaşqınlığında bilmirlər necə rəftar etsinlər, situasiyanı necə düzgün idarə etsinlər, problemli situasiyaları necə həll etsinlər. Bir ata övladına sevgi verməklə cəmiyyətə sevgi ötürür. Çünki qız uşağı bizim gələcəyimizdir, nəslimizin davamçısıdır. Gələcəkdə anadır. Kimi övlad tərbiyə edəndir. Biz onu düzgün yönləndirməliyik ki, o gələcəyimiz düzgün qurulmuş olsun. Və çox əfsuslar olsun, düzdür, o qədər gözəl atalarımız var. Mən öz atamdan da deyə bilərəm, mən həmişə müqayisə edirəm. Nə qədər işdən yorğun gəlməsinə baxmayaraq, günün hansısa hissəsini bizə ayırıb, azadlıq hissi verib sərhədlər çərçivəsində. Və bizdə hər gün mütaliə vaxtı olub. Kitab işdən nə qədər yorğun gəlsin, müəyyən mövzular ətrafında biz müzakirələr etmişik. O bizə nəyi verib? Dəyərlilik hissini verib. Hansısa bir situasiyada çıxış yolunu verib. Mən həmişə təlimlərdə, istəyir bağçada tərbiyəçilərə deyirəm ki, mənə problemlə gəlməyin, problemin həlli ilə gəlin. Amma dəyərsizlik hissi ilə böyüyən bir insan problemin həlli yolunu tapa bilmir. Nəyin düzgün, nəyin səhv olduğunu anlaya bilmir. Mən ona görə həmişə atalarımıza deyirəm, analarımıza deyirəm ki, həyat çətindir, problemlərlə də. Amma uşaqların günahı yoxdur. Bir qız uşağının günahı yoxdur ki, ata istəyirdi ki, dünyaya oğlan uşağı gəlsin, birdən qız uşağı dünyaya gəlib, o uşağın günahı yoxdur. Və ona görə də mən həmişə deyirəm ki, və yaxud da ki, hər hansı bir problem varsa, uşaqların günahı yoxdur. Biz işdən yorğun gəlmişik, bizim problemlərimiz var işdə. Mən həmişə qeyd edirəm ki, biz o problemlərin dışında uşaqlarımızla rəftar etməliyik. Edirikmi? Telefonlar qarşısında bugün saatlarla uşaqlar vaxtını keçirir. Tərbiyə mövzusuna qaydanda davranış pozuntulu uşaqlarımız var. Hamısı cəmiyyətin düzgün idarə olunmamasında, ailə modelinin düzgün olmamasındadır. Sonda olaraq Lalə xanım, başqa bir nə fikriniz var bu ata-qız münasibətində? Nəyi vurğulamaq istərdiniz? Mən bunu istəyirəm vurğulayam ki, siz deyə mən düşündüm ki, ən vacib olan məqama emosional münasibətlərdə ananın da burada çox rolu var. Bəli. Ki, ata ilə qızını birləşdirsin. Bəli. Məsələn, əgər ana öz uşağın atası ilə onu qorxudursa, sən özünü yaxşı aparmasan, ata gəldi deyəcəm. Ataya deyəcəm səni cəzalandırsın. Atanı əgər qorxudan, cəzalandıran göstərirsə, o qız atadan qorxur. Mən belə ailələr də tanıyıram ki, axşam ata evə gələndə onların azadlığı əllərindən alınır. Hərə bir otağına qaçır və gizlənir. Amma belə olmamalıdır. Məsələn, ata gələndə evdə bayram olmalıdır. Məsələn, bizim evimizdə əksinə idi. Anam çox disiplinli idi və bizə sərhədlər qoymuşdu güclü. Atamın qapısının zəngini eşidən kimi artıq biz başa düşdük ki, azadlıq başladı. Hə. Və bizə bayram edirdik. O da eləcə sizin dediyiniz kimi, yəni evə yorğun gəlsə belə, əgər görürdüsə biz darıxırıq, üzümüzə baxırdı. Üzümüzdə əgər darıxmaq hissi, ağlamışıq, üzgünlük varsa, mütləq bizi bir sevindirən, güldürən bir şeylər edirdi. Bunlar hamısı çox vacibdir. Mən düşünürəm ki, ümumiyyətlə övlad dünyaya gəlirsə, bu ana ilə atanın əməkdaşlığı ilə bir yerdə böyüdülməlidir. Onda hətta mən müşahidə etmişəm, bu ayaq düz vurğuladınız. Bütün güclü qadınları biz müşahidə etsək, orada mütləq atası ilə düzgün münasibət quran bir qız uşağı var. Və mən arzulayıram ki, hər bir ailədə əgər qız uşağı varsa, orada atalarla o düzgün ünsiyyət qurulsun. Əgər məlumatımız yoxdursa, ən azından psixoloqlardan və yaxud hər hansı bir peşəkarlardan məsləhət istəyə bilərik. Mən bir məqama da toxunmaq istəyirəm Lalə xanım. Bizim nənələrimizin, ulu babalarımızın ali təhsili olmayıb. Amma onlar çox gözəl övladlar böyüdüblər. Burada tək təhsildən söhbət getmir. Onlar həyat məktəbini biliblər. Bir övlad tərbiyə etmək üçün ali təhsil hardasa önəmlidir. Amma bir o qədər də önəmli deyil. Burada həyat dərsi. Mən bəzən deyirəm, uşaqlara həyat dərsini düzgün öyrətməliyik ki, həyatda
düzgün addımlamağı öyrənsinlər. Bəli, mən də sizinlə razıyam. Yəni ki, mənə elə gəlir ki, atalar bu haqda kitab oxuya bilərlər, həm də artıq kitablar var. İndi elə bir dövrdə ki, yəni internetdə yazsan çıxacaq. Bütün Bilmirsənsə öyrən. məlumatları orada Bəli. əldə edə bilərik. Hər yaşda öyrənmək olar. Hətta 40 yaşında, yəni o yaşda belə düşünsən ki, mən nəyisə düz eləməmişəm, bir ata kimi, məsələn buna baxmalısın. Amma ki, mən düşünürəm ki, ümumiyyətlə evlənən insanlar uşaq dünyaya gətirmədən öncə ailə məsuliyyəti nədir? Atalıq, ata haqları nədir? Ana haqları nədir? Qız uşağı ilə necə davranmalıyam? Yəni oğlan uşağı ilə necə? Bunlar hamısı təlimlə indi bu dəqiqə mümkündür öyrənmək. Seminarlar var bol-bol, webinarlar var bol-bol. Yəni qatılmaq lazımdır. Hər işin bir elmi var. Yəni valideynliyin də o da bir peşədir, o da bir sənətdir, o da bir bacarıqdır. Dediyim sizə ən böyük çətin peşədir. Yəni, Mən həmişə insan deyirəm, çünki yetişdirmək. insan yetişdirməkdir və mən hər daim qeyd edirəm, alim olmaq asandır, insan olmaq çətindir. Hər kəs insan olmağı bacarmır. Məqsədimiz də ondan ibarət olmalıdır ki, həqiqətən də insanı böyütmək. İnsan olmaq üçün hansısa bir elmi kitabları oxumaqla biz insan ola bilmərik. Amma insan o insanın daxilindən gələn bir becəriklərdir və mən arzulayıram ki, hər bir kəs sonda insan olmağı bacarsın. Bəli. Alim olmağı zaten bacararıq. Yəni orada çətin bir şey yoxdur. Yəni kitab oxuyaraq, müəyyən informasiyaları əldə edərək alim ola bilərik. Amma insan olmağa hər kəs çox əfsuslar olsun ki, bacarmır. Təşəkkür edirəm Lalə xanım Mən də sizə. sizə Fikirləriniz təşəkkür çox dəyərli idi. Çox sağ olun.